Allahümme salli ala Muhammed ve ali Muhammed. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin. Ve ala ehli beytihi teyyibine tahirin. Ve la'netullahi ala a'daihim ecma'in. Minel an ila yevmiddin. Yeniden sizleri hoş gördük. Əziz izləyicilər. Bildiyiniz kimi Şaban ayıdır. Və Şaban ayının 10-u bəzi rivayətlərə görə 11-ci günündə Ağa İmam Hüseyin əleyhissalatu vəssalamın böyük oğlu Əli Əkbər ağa Kərbəla şəhidi dünyaya gəlmişdir. Biz Ağa Əli Əkbər haqqında keçən söhbətlərimizdə onun fəzilətlərindən bir qədərin siz əzizlərə nəql eləmişdik. Və bugün də istəyirik o ağanın haqqında bir qədər danışaq və siz əzizlərə onun haqqında deyilən hədislərdən və deyilən fəzilətlərdən çatdıraq. Çünki Ağa Əli Əkbər məsum deyil, amma məsumların cərgəsində olan bir şəxsiyyətdir. Ağa Əli Əkbər haqqında kitablarda çoxlu hədislər və rivayətlər gəlibdir. Yəni, o rivayətlərdən belə anlayırıq ki, bu şəxsiyyət İslamda böyük bir şəxsiyyətdir. Nəinki tək İmam Hüseyin əleyhissalamın oğlunun olmağına görə. Çünki əgər o məntiq düz olsaydı, imamlarımızın övladları çoxdur, onların hamısının haqqında bu sözlər deyilərdi və lakin deyilməyibdi. Bəzilərinin haqqındakı bu sözlər deyilibdi, bu dəlalət eləyir ki, o şəxslərin özünün Allah yanında məqamı var, Allah yanında ucalığı var. Əli Əkbər haqqında nəql eləyirlər ki, çox şücaətli idi. Və kitabda belə yazıblar ki, birinci imamımız Mövla Əmirul Müminin Əli əleyhissalamın şücaətini irs aparmışdı. Yəni, Ağa Əli Əkbər o qədər şücaətli idi ki, kitab yazır ki, Ağa Əmirul Müminindən bu şücaəti irs aparmışdı. Ona görə də bizim görkəmli alimlərimizdən biri olan mərhum Əllamə Məclisi nəql eləyir. Deyir ki, Kərbəlada İmam Hüseyin əleyhissalatu vəssalam ki, Ağa Əli Əkbərə icazə verdi meydana getməyi və meydanda o zalimlərlə ki, o vuruşurdu, hətta o qədər o zalimlərdən qətlə yetirdi ki, insanlar seyhə çəkirdilər, qışqırırdılar. Yəni, bu dəlalət eləyirdi ki, Ağa Əli Əkbərin şücaətinə və hətta nəql eləyirlər ki, o susuz halda 120 zalimi, kafiri qətlə yetirdi. Yəni, bu adi bir rəqəm deyil, bu böyük bir rəqəmdir. Təbii ki, o zaman insanlar vuruşanda təkbətək vuruşurdular. Yəni, biz bunu demirik ki, 120 nəfər birdən onunla vuruşdular. Bir-bir vuruşurdular, təbii ki, onları qətlə yetirirdi. Bu dəlalət eləyirdi ki, bir insan ki, susuz halda və tək susuz halda bu qədər kafiri qətlə yetirə, bu dəlalət eləyir ki, bu şücaətli bir şəxsdir. Məhz ona görə Əllamə Məclisi buyurur ki, Ağa Əli Əkbər Əmirul Müminindən şücaəti irs aparmışdı. Və rivayətdə var ki, hətta 200 nəfərə çıxdı bu kafirlərin qətli. Yenə də bunu Əllamə Məclisi belə istidlal eləyir ki, dəlil gətirir ki, bəli, Ağa Əli Əkbərin şücaəti o qədər yüksək idi ki, bu işi görə bildi. Digər fəzilətlərdən biri Ağa Əli Əkbərin fəzilətlərindən biri bu idi ki, Ağa Əli Əkbər
iki imamdan tərbiyə almışdı. Yəni iki imam Ağa Əli Əkbərə tərbiyə vermişdi. Əgər iki məsum, iki imam bir şəxsə tərbiyə versə, təbii ki, o şəxs çox uca məqam sahibi olar. Çünki iki məsum gəlib bir nəfərə elm örgədə, bir nəfərə ədəb örgədə, bir nəfərə təlim verə, bu şəxs əlbəttə ki, böyük bir şəxsdir. Çünki rivayətlərdən biri gəlib İmam Cəfər Sadiq əleyhissalatu vəssalamdan. Rivayət həm kafidə var, həm fəqihdə var, mən la yəhsurul fəqihdə var və həm təhzibdə var. İmam Cəfər Sadiq əleyhissalam Əli Əkbər ağaya olan ziyarətnamələrin bir hissəsində belə deyir. Deyir, siz gedin, o zaman ki gəldiniz Kərbəlaya, İmam Hüseyin əleyhissalatu vəssalamın qəbrini ziyarət eləmək istəyəndə, onun ayaq tərəfində Ağa Əli Əkbərin qəbrinə, o quşaya üzvünüzü tutun, belə deyin. Əssalamu aleykə yəbnə Rəsulillah. Salam olsun sənə, ey Allahın Rəsulunun oğlu. Əssalamu aleykə yəbnə əmirül müminin. Salam olsun sənə, ey əmirül mümininin oğlu. Əssalamu aleykə yəbnəl Həsəni vəl Hüseyn. Salam olsun sənə, ey Həsən və Hüseynin oğlu. Yəni İmam Sadiq ağa göstəriş verir, Əli Əkbər ağaya bu ziyarətdir deyin. Yəni burada neçə şəxs qeyd olundu. Bir Peyğəmbərin oğlu, bir Əmirül Möminin oğlu, bir də İmam Həsən və İmam Hüseynin oğlu. Məlumdur ki, Ağa Əli Əkbər fizyoloji baxımından İmam Hüseyin əleyhissalamın oğludur. Amma ziyarətdə deyir ki, salam olsun sənə, ey Həsən və Hüseynin oğlu. Peyğəmbərin oğlu məlumdur ki, Peyğəmbərin nəvəsidir, nəticəsidir. Və Əmirül Möminində də məlumdur ki, Əmirül Mömininin nəvəsidir. Onu demək olar. Amma maraqlısı buradadır ki, İmam buyurur, siz ona deyin ki, Əssalamu aleykə yəbnəl Həsəni vəl Hüseyn. Salam olsun sənə, ey Həsən və Hüseynin oğlu. Yenə qeyd edeyim, Peyğəmbərlə Əmirül Möminin, çünki onların nəticəsi və nəvəsidir, bunun heç bir eybi yoxdur. Amma niyə məhz Həsənin oğlu, mən niyə Hüseynin oğlu? Hüseynin oğlu da məlumdur ki, onun atasıdır. Bəs niyə Həsənin oğlu? Bəli, rivayətdə var ki, İmam Həsən əleyhissalam Ağa Əli Əkbəri tərbiyə eləyirdi, təlim eləyirdi. Və Ağa Əli Əkbər Həzrəti Əmirin zamanında var idi. Hətta Həzrəti Əmir əleyhissalatu vəssalam şeirlərin birində buyurur ki, Ləm tərə eynun nəzərət mislə. Göz bunun mislini görə bilmir. İstəyir o insanlar ayaqyalın olsun, ya qeyri ayaqyalın olsun. Şeirdir, iki misradır. Həzrət bununla demək istəyir ki, heç kim belə bir şey görmür, belə bir şəxsiyyət görmür bunun mislində. Yəni, Ağa Əli Əkbərin özünə məxsus xüsusiyyətləri var idi ki, Həzrəti Əmir onu tərif eləyir. Və rivayətdə var ki, 3 nəfər insana ata olar. Rivayətdə var ki, 3 nəfər insana ata olar. O atalardan biri mavəllədəkə, sənin belə deyə, doğma atandır, sənin dünyaya gəlməyivə səbəb olan atadır. Və mən əlləməkə, və sənin ustadındır, sənə elm örgədəndir. Və mən zavvəcəkə, və evlənəndən sonra sənin qaynatandır. Deməli, həm insanın öz atası, həm ustadı, həm qaynatası ona ata hesablanır. Və İmam Həsən əleyhissalam da Ağa Əli Əkbərə ki, elm örgətmişdi, təlim eləmişdi, onun atası hesablanır. Ona görə İmam Sadiq əleyhissalam buyurdu, Əssalamu aleykə yəbnəl Həsəni vəl Hüseyn. Salam olsun sənə, ey Həsən və Hüseynin oğlu.
Və eyni zamanda Qur'an-ı Kərimdə də buna işarə var. Məsələn, Qur'an-ı Kərimin Ən'am surəsinin 74-cü ayəsində Allah təbarəkə və Teala buyurur: Bismillah, İz qalə İbrahimu li əbihi Azər ətəttəxizu əsnamən alihə. Deyir, İbrahim atası Azərə dedi ki, sən bütləri Allah seçirsən, bütləri Allah tutursan özün üçün. Halbuki Azər Həzrəti İbrahimin, bəli, ayə belədir, İz qalə İbrahimu li əbihi Azər. İbrahim öz atası Azərə dedi, sən bütləri Allah bilirsən. Burada məsələ buradadır ki, Həzrəti İbrahimin atası Azər deyildi. Azər onun əmsi idi. Amma Qur'an deyir ki, atası. Nəyə görə? Çünki səbəb bundan ibarətdir ki, Həzrəti İbrahimin atası ki, cavan vəfat eləmişdi, Həzrəti İbrahim uşağıdır, əmisi Azər ona himayə eləmişdi. Ona ki, himayə eləmişdi, ərəblərin içində budur. Əgər bir şəxs bir uşağa himayə eləyirsə, onu ata deyib çağırırdılar. Allah da insanların təbirincə bunu deyirdi. Ona görə də Allah buyurur ki, İz qalə İbrahimu li əbihi Azər. Halbuki Azər atası deyil. Burada da İmam Həsən Ağa Əli Əkbəri ki, tərbiyə eləmişdi, elm öyrənmişdi, öyrətmişdi. İmam Sadiq əleyhissalam buyurur, belə deyin, Əssalamu aleykə yəbnəl Həsəni vəl Hüseyin. Ya digər bir ayədə, yenə Qur'an-ı Kərimdə nazil olub bir ayədə, Bəqərə surəsinin 133-cü ayəsində Həzrəti Yəqub Peyğəmbər əla nəbiyyinə və alihi və aleyhissalam o zaman ki ölüm vaxtı gəldi, Həzrəti Yəqub bu sözü dedi. Allah buyurur, İz həzərəl Yəqub əl-mavta İz qalə li bənihi ma ta'buduna min ba'di. Həzrəti Yəqub oğlanlarına buyurdu ki, mən öləndən sonra siz kimə iman gətirəcəksiniz, kimə ibadət eləyəcəksiniz? Qalu na'budu ilahəkə. Oğlanları dedi ki, atacan, biz sənin Allahova ibadət eləyərik və ilahə abaikə və sənin babalarının Allahına itaət eləyərik, ibadət eləyərik, bəndəçilik eləyərik. Babaların kimdir? Ataların kimdir? İbrahim, İsmail, İshak. İlahən vahidən və nəhnu ləhu muslimun. Onların ki, bir Allahı olubdur, yəni biz müşrik olmarıq. O Allaha biz təslim olarıq. Burada məsələ buradadır ki, Həzrəti Yəqub kimin oğlu idi? Həzrəti Yəqub İshakın oğlu idi. İsmail ilə İshak qardaş idi. Yəni İsmail Həzrəti Yəqubun əmisi idi. Amma Allah orada Həzrəti İsmaili də ata nisbət verir. Həzrəti İsmaili də Həzrəti Yəqubun əmisi ola amma ata deyir ona. Nəyə görədir bu? Bu ərəblərin içində bu məsələ məlumdur ki, hər kim kimə himayə eləyir, hər kim kimə belə deyək, təlim eləyir, örmörgədir, elə onun ata təbirini aparırlar. Ona görə İmam Sadiq ağa da buyurur ki, siz Ağa Əli Əkbərə müraciət eləyəndə deyin ki, Əssalamu aleykə yəbnəl Həsəni vəl Hüseyin. Əgər iki imam bir uşağa himayə eləyibsə, tərbiyə eləyibsə, təlim eləyibsə, təbii ki, bu uşaq şəxsiyyətdir. İndi bir dənə uşaq gedir, bir ustaddan dərs oxuyur, bir qədər, o uşaq gələcəkdə parlaq olur, alim olur, insanlara xidmət eləyir. Amma bir nəfər ki, iki imamın tərbiyəsini görə və elmin görə baxasınız ki, bu şəxsiyyət nə qədər əzəmətlidir, nə qədər böyükdür. Baxın, Ağa Əli Əkbərin şəxsiyyəti, əzəməti bu qədər böyükdür İslamda və İslamda belə uca rolu vardı. Çünki iki imamın tərbiyəsini görüb, iki imamın elmini görüb. Allah təbarəkə və Teala o həzrətin ziyarətini hamımıza nəsib eləsin və gələn günlərimizi xeyr eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.